Mənim dərsim hər kəs üçün deyil. Möcüzə gözləyənlər üçün deyil. Özünü yola verən, aldadanlar üçün deyil. Çalışmayanlar üçün deyil. Niyə görə? Mən tələbəni ilk götürəndə biz tələbə ilə razılaşırıq. Tələbəyə plan qururam, sistemləşdirirəm, bütün işlərin sistem qururuq və bilirik ki, sistem olmadan mümkün deyil nəticə. Sistem qururuq, plan qururuq. Hər bir şey öyrədirəm, öyrənməyi belə öyrədirəm. Heç bir problem qalmır. Artıq bütün məsuliyyət isə tələbənin özlərindədir. Və bundan sonra tələbə çalışmasa, özünə yalan danışsa, möcüzəni gözləsə, bütün məsuliyyəti mənim üzərimə atsa, təbii ki, nəticə olmayacaq. Və bir ay biz tələbə ilə sınaq müddət edirik. Və bir ayda mənim istədiyim nəticə olmasa, demirəm mükəmməl nəticə. Sadəcə əvvəlkindən və indiki arasında fərq olmasa, biz tələbə ilə davam etmirik. Çünki mənim dərsim çalışanlar üçündür.